2020-ci ildə oktyabrın 1-i könüllü olaraq Vətən müharibəsinə qatılmışam. Cəbrayıl, Quba adlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Cəsur döyüşçü və bir neçə dənə dövlət tərəfindən medalına təltif olunmuşam. 2020-ci ilin dekabr ayında geri dönüş eləmişəm və məşğulluq agentliyindən növbədən kənar dəvət ediblər məni və kiçik fotoatelye ilə avadanlıqlarla təmin ediblər. Və 4 ildə artıq avadanlıqlarla təmin olmuşam və kiçik biznesimi böyüdüb inkişaf elətdirmişəm. Bizim öz avadanlıqlarımız yox idi, biz icarəyə götürürdük. Məsəl üçün günü 30 manata, 40 manata, 50 manata və bizə böyük təkan oldu ki, biz öz şəxsi aparatımız oldu. Büdcəmizi artıraraq və yeni texnologiyaya, məsələn, həmin aparatlar hələ də durur və biz artıq Avropa standartlarına uyğun yeni texnologiya ilə təmin olunmuşuq. Bəli, bizə o böyük bir dəstək və təkan olub. Uşaqları çəkirəm, bağça uşaqları çəkirəm, yaş çəkilişləri çəkirəm və 160 minlik YouTube səhifəm var və Cənub zonasında bir neçə məşhur müğənnilərin klipləri məhz bu studiyada çəkilir. Gələcək planlarımız əlbəttə ki, üzərimizdə işləmək və böyütmək, biznesimizi daha da böyütmək və yeni proyektlərimiz, layihələrimiz var.